Mən bir dənə belə bir sualım var. Deməli, baxın, çox maraqlı bir faktlarla şey eləmişəm, qarşılaşdım. Deməli, bədən faktiki olaraq bizim sağlamlığımızın güzgüsüdür. Bəli. Hə. Sonra Martha Graham var idi, o belə bir şey deyirdi. Deyir, bədən ağlın bilmədiyini xatırlayır. Bəli. Xatırlayır. Bədən və emosional ağrılar nəfəs və duruş vasitəsilə bizə onda nəyisə xatırladırlar da, elə çıxır ki. Bəli. Bunların sadəcə adam əlaqəsi həqiqətən belə qeyri-adi gəlir də bizə ki, necə ola bilər də bu? Məsələn, duruş bizim qamətimiz, ümumiyyətlə bizim nəfəsimizdir. Əgər biz qapanıq şəkildə durmuşuqsa, qapanıq şəkildə isə bizim nəfəsimiz təsəvvür necə ola bilər? Bizim qapanıq şəkildədir. Çiyinlər önə gəlir, qapanmışıq. Deməli ürəyimiz qapanıqdır. Ürəyimizi qapalı şəkildə saxlayırıq və fikirlərimizi tam dəqiqliklə ifadə edə bilmirik. Ona görə ki, biz bədənimizi qapatmışıq. Amma biz çiyinlərimizi açdıqda, çiyinlər açıldıqda görürsüz, bədəndə genişləmə prosesi gedir. Ciyərlərdə açılma prosesi gedir və mən açıram bədənimi, nəfəsimi açıram, düşüncələrimi açıram, emosiyalarımı açıram. Ümumiyyətlə bədəndə olan bütün problemlər emosiyaların yaratdığı problemlərdir.